Sabunçu rayonunda ikinci sahə kimi tanınan ərazidə yaşayan sakinlər çox yox. Onlardan cəmi bir neçə metr kənarda yaşayanlara illərdir həsəd aparırlar. Çünki məhəllənin bir tərəfi abadlıq içində olsa da, digər hissəsi uzun müddətdir problemlər məngənəsində sıxılır. Belə ki, bir-birinə yaxın yerləşən məhəllələrdən biri, daha dəqiq desək, yolu kələkötür olan hissə Sabunçu rayonunun ərazisidir. Hamar yolları olan məhəllə isə Suraxan rayonudur. İndi Sabunçu rayonu sakinləri qonşuları kimi abadlıq arzulayırlar. Odur ki, özləri pul yığıb yolun bir hissəsinə asfalt çəkdiriblər. Lakin artığına güclərinin çatmadığını deyirlər. Bütün payız və qışı palçıqlı ayaqqabılara təhkim olunan insanların problemi bununla yekunlaşmır. Gəldiyimiz küçənin adını axtarırdıq ki, sakinlər dedi boşuna əziyyət çəkməyin. Küçəyə bir neçə il öncə ad verilib. Lakin o vaxtdan bu yana bunu təsdiqləyən hər hansısa lövhə yerləşdirilməyib. Keçdik kənd kimi çəkməyə. Ya uşağı taksi ilə qapıdan çıxardırıq, ya Allahın olsun. Bu da cəmaət. Yəni yağdı, mümkündür gedir. İndi biz gedəcəyik ki, adamlar bizə nə var ki? Bu gəldiyiniz yer var idi, onu öz pulumuzla çəkdirmişik, bacardığımız qədər. 200-300 atışmışıq. Hər zaman da pul ala bilməzsən axı. Eləsi var, şu işləmir. Buraya heç elə xərc də lazımdır. Altını özümüz düzəltmişik demək olar ki. 2 maşın buraya asfalt gedir. Birincisi bu küçənin heç elanı yoxdur. Siz soruşursunuz, gedir ikinci sahə, qanunu Qarabağ şəhidi var, Şikar Aslanovun adınadır. Heç onu da gəlib bu cəmaata təqdim eləməyiblər. Suraxanın ərazisidir. Burada qutardı. Buradan bu yana Sabunçudur. Suraxanı çəkib Sabunçu qalıb. Yolun kələkötürlü olması avtomobilləri də bu ərazidən qaçaq salıb. Ən önəmlisi isə xüsusi təyinatlı nəqliyyat vasitələri də bura çətinliklə gəlir. Qışda dözülməz vəziyyətdə oluruq da. Yağış yağdı, buralar balot olur. Mümkün olmur ki, uşağı çıxarda aparasan məktəbə zada. Kamaz maşınla daşıyırıq uşaqları məktəbə. Uzun boğaz sapoqlarla zadla axır ki, bir təhər yola veririk. Ayağımıza salafan geyinir, gedirik. Salafan kloklar taxırıq ayağımıza, çıxardırıq uşaqları, ayağına da geyindiririk. Bunların hamısını indi gücümüz çatan qədər də heç maşın gəlmirdi bura. Vapşe böyük maşın gəlmirdi. Asfalt qırıntılarına zaddan oradan cəmaat biraz yığıb. Ayağımıza salafan geyinir, gedirik. Salafan kloklar taxırıq ayağımıza. Çıxardırıq uşaqları, ayağına da geyindiririk. Dəfələrlə müraciət eləmişik, baxmırlar. Nə qarə, nə eləyək? Yağış yağanda palçıq düzə çıxır. Uşaqlarımız məktəbə gedəmir. Sonra pamır çağırırıq. O da kək gəlmir. Bir yerə gedirik, zəng eləyirik, o zadlara, maşınlara, Onlar çətinlikdir, sizin yolunuz pisdir, gəlmirik, getmirik. Nə varaq? Sabunçu rayonunda yaşayanların qonşuları kimi abadlığa çıxacağı günü öyrənmək üçün suallarımızı Ramana qəsəbə bələdiyyəsinə ünvanladıq. Bildirildi ki, qeyd olunan küçə Ramana qəsəbəsinin ərazisinə aiddir. 2026-cı ilin tədbirlər planında abadlaşdırılacaq küçələr siyahısında Şikar Aslanov küçəsi də qeyd olunub. Küçə lövhələri sifariş olunub, yaxın zamanda quraşdırılacaq. görünür Şikar Aslanov küçəsinin həm adına, həm də Hamar yola qovuşacağı gün uzaqda deyil. Nəzrin Nəzərli, Ağalar Ağalarov, Real.